əmr eləmişdilər ki, getsin Əhl-i Beytin evini qarət eləsin. İmam Rızanın evinə gəlib çatdılar Mədinədə deyir, daxil olmaq istədi içəri. Daxil olmaq istədi içəri. İmam dedi ki, içəri girmə, evimi qarət eləmə. Evdən nə var özüm gətirib verəcəm sənə. Evdən nə var özüm təqdim eləyəcəm. Deyir, dedi, yox, mən evi girib heç nə qoymayacam, hər şeyi qarət eləməliyəm evimizdə. Dedi ki, yox, xahiş edirəm ki, evdə naməhrəm var, qadın var, içəri daxil olma. Deyir, yandı qapıda, dedi, yaxşı. Getdi, deyir, özü topladı, bütün nə var idi evində gətirdi ona verdi, çıxdı, getdi. Dövran dəyişdi, bu belə şeylərin də dövranı var da, bir gün sənləndir, sabah başqası iləndir. Cəluda oldu bu xilafətə düşmən. Məmun gətirib indi Cəludunu edam eləməyə. İmam Rıza da oturub vəliəhd kimi Məmunun yanında. Cəludunu gətirdilər, dayanıb Məmunun qabağında. İmam Rıza əyildi, qulağına nəsə dedi Məmunun. Cəludu başladı qışqırmağa ki, səni and verirəm Aton Harunun qəbrinə ki, onun sözünə qulaq asma, onun ürəyində mənə qarşı kim var, İmam Rızanı deyir. Kim var, mən onun evini qarət eləmişəm Atozun əmri ilə, filan, filan, filan. Onun dediyini eləmə, əksini elə. Deyir ki, Məmun baxdı, ay bədbəxt, ay biçarı, bilsən nə istədi məndən. Deyirsən, gələn kimi qulağıma dedi ki, Cəludunu mənə bağışla. Çünki o, mənim boynuma haqq qoyub. Qarət eləyib eləməyinə, amma mənə bu yaxşılığı da dəyib ki, evimə daxil olmayıb. Qapıda dayanıb. Bu ehtiramın cavabı, onun evinə hücum eləyənin də ehtiramının cavabı budur ki, ona həyat bəxş elə. Deyir, amma özün istədin ki, dediyinin əksini eləyim, ona görə əksini eləyəcəm. Və özün xahiş elədin.